Qaradağ rayon Heydər Əliyev mərkəzi Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda yaradılmış bir çox tanınmış şəxsiyyətlərin ev muzeyləri haqqında daha geniş məlumatlar toplamaq məqsədi ilə Heydər Əliyev və Muzeylərimiz adlı layihəyə başlamışdır. Azərbaycan xalqının ümumi lideri Heydər Əliyev Azərbaycanın tarixi və mədəni dəyərlərinə böyük önəm verirdi. Heydər Əliyev xalqın yaddaşında dərin iz qoymuş ziyalıların, alimlərin, yazıçıların və incəsənət xadimlərinin irsinin yaşadılması, onların həyat və yaradıcılıqlarının gələcək nəsillərə ötürülməsi istiqamətində çox mühüm addımlar atmışdır. Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin ev muzeylərinin yaradılması haqqında sərəncamlar imzalamış və həmin muzeylərin açılışında şəxsən iştirak etmişdir. Bu növ mədəniyyət layihələri Heydər Əliyevin Azərbaycan mədəniyyətini dünya səviyyəsində tanıtma və onu gələcək nəsillərə ötürmək məqsədini daşıyan siyasətinin bir hissəsi idi. 1976-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əlirzoğlu Əliyevin şəxsi təşəbbüsü ilə Bülbülün Memorial Muzeyi yaradıldı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-sına yaşayıb yaratmışdır. 1982-ci il iyun ayının 10-da Bakıda Bülbülün Memorial Muzeyinin təntənəli açılışı olmuşdur. Muzeyin yaradılması Heydər Əliyevin mədəni irsinin qorunmasına və təbliğinə verdiyi böyük diqqətin bir hissəsidir. Heydər Əliyev həmin dövrdə Azərbaycan Kommunist Partiyasının birinci katibi və Respublikanın siyasi rəhbəri olaraq Bülbülün böyük sənətkar kimi əhəmiyyətini yüksək qiymətləndirirdi və onun irsini qorunmasını önə çəkirdi. Bülbülün evinin muzeyə çevrilməsi Azərbaycanın musiqi mədəniyyətinə, xüsusilə də operaya və klassik musiqiyə verdiyi dəyərin ifadəsi idi. Bu açılış Bülbülün sənətini əbədiləşdirmək məqsədi daşıyırdı. Muzeyin açılışında Heydər Əliyev özü şəxsən iştirak edərək Bülbülün sənətinə və həyatına dair dərin hörmətini bildirib, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələri vurğulamışdır. Bu tədbir həmçinin Azərbaycanın mədəni irsinin qorunmasına, eləcə də xalqın mədəniyyətini yaşatmağa yönəlmiş bir təşəbbüs olaraq tarixə düşmüşdür. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin qorunması və inkişafı, həmçinin dünya səhnəsində tanıdılması önəmli prioritetlərdən biri olmuşdur. Bülbülün ev muzeyinin açılışı bu yanaşmanın praktiki bir nümunəsi idi. 20 avqust 1997-ci ildə ümummilli lider Heydər Əliyev Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Həmin sərəncam əsasında 1997-ci ilin noyabrında Bakı şəhərində vokalçıların Bülbül adına birinci beynəlxalq müsabiqəsi keçirildi. Ümummilli lider Heydər Əliyev bu müsabiqədə şəxsən iştirak etmiş və müsabiqə ərəfəsində Bülbülün Memorial Muzeyini də ziyarət etmişdir.